Amerika Birləşmiş Ştatları və İran dəniz qüvvələri arasında gərgin qarşıdurma yaşanıb. CBC telekanalının məlumatına görə Amerika ordusu Abraham Lincoln təyyarə daşıyan gəmisinə yaxınlaşan İran gəmisinə atəş açaraq helikopter vasitəsilə 2 raket buraxıb. İran gəmisinin və heyətinin taleyi hələ dəqiqləşdirilməyib. İran hərbi dəniz qüvvələri isə Amerika gəmisinə endirilən zərbələr nəticəsində Abraham Lincoln'un qismən sıradan çıxdığını və gəminin Amerikaya geri döndüyünü iddia edir. Hadisə regionda hərbi gərginliyi bir qədər artırıb. Global Infoza danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Amerikanın istifadəsində olan aviadaşıyıcıların vurulması və batırılmasına dair bugünə qədər heç bir fakta rast gəlinməyib. Stat: Bu aviadaşıyıcı özünü müxtəlif təhdidlərdən qorumaq üçün ciddi silah sisteminə malikdir. Bundan əlavə, aviadaşıyıcı həm suüstü raket kreysləri, həm də sualtı qayıqlar vasitəsilə qorunur. İran tərəfinin verdiyi məlumatlar bir çox hallarda şişirdilmişdi. Amerika gəmilərinin vurulması və ya zərər görməsi gizlədilə bilməz. Çünki bu, peyk görüntülərində görünür. Bundan başqa, dəniz vasitələrinin radar vasitəsilə aşkarlanması mümkündür. Abraham Lincoln'un yer dəyişməsi mümkündür, lakin bu birbaşa İranda təsir ilə bağlı olmaya bilər. Amerika öz itkilərini adətən gizlətmir. Bugünə qədər Vaşinqtonun 4 təyyarəsi vurulub. 3-ü F-16, biri isə KC-125 yanacaq dolduran təyyarəsidir. F-16'lar Küveyt səmasında dost atəşi ilə vurulub. Yanacaq dolduran təyyarə isə İraq səmasında qəza nəticəsində sıradan çıxıb və 6 heyət üzvü həlak olub. Hazırda Birləşmiş Ştatların regionda Abraham Lincoln'dan başqa daha 2 aviadaşıyıcı gəmisi fəaliyyət göstərir və döyüş əməliyyatlarında iştirak edir. Abraham Lincoln texniki səbəblərdən geri çəkilə bilər, lakin onun vurulması heç bir görüntü və faktla təsdiqlənməyib. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.